İlkin müəllimin yadına gələr yəqin ki, dünya müsabiqələrində belə bir imtiyaz var idi. Üstünlük balı deyən bir şey vardı. İnnəllâhe kâne latifən xabîrâ. Siz çalışkan insansınız, bəli, prinsipial bir adamsınız, o şeyi ki istəyirsiniz, onu əldə eləməyə çalışan adamsınız. Sizə müvəffəqiyyət arzu edirəm. Hər halda 1-2 qalibsiniz. İnnəllâhe kâne latifən xabîrâ. Quran-ı Kərimin bir xasiyyəti var, istəyirəm onu deyim. Bunu bütün Quran oxuyanlar bilir. Mən qeyd etmək istəyirəm, bizi tərk edəcək qarimiz 429,5 bal toplayıb. Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Salam əziz və hörmətli izləyicilər. Quran Sədası 2025 efirdədir. Hər vaxtınız xeyirli olsun Quran sevərlər, Quran əhli, Quran müəllimləri, Quran oxuyanlar, Quran oxumaq istəyənlər, öyrənmək istəyənlər. Salamlayırıq bir daha sizi. Allahın salamı olsun sizə. Allahın Peyğəmbəri Həzrəti Muhammed Mustafa'ya salam göndəririk. Onun pak əhli beytinə salam göndəririk. Proqramımız yenə də davam edir, amma qeyd edək ki, bugün artıq son mərhələyə çatmışıq. Gələn həftə artıq final olacaq, final yarışması olacaq. Bizi izləməyə davam edin, dostlarınızla proqramımızı paylaşın inşallah. Mən sözü vermək istəyirəm yenə də ustadlara, münsiflər heyətinə, beynəlxalq Quran qarilərimiz, əziz ilahiyyatçı qarilərimiz, Quran ustadları, Hacı İlkin Həsənzadə, Seyid Əli Musayev, Hacı Ruslan Qasımov, hər üçünüzü xoş gördük, salamlayıram. Sizin də salamınızı eşidək. Hacı Ruslan buyurun. Bismillahirrahmanirrahim. Allahın salamı olsun pak müqəddəs Əhl-i Beyt əleyhimussalama, əziz dəyərli izləyicilərimizə, dəyərli münsiflər heyətinə, eyni zamanda dəyərli Quran qarilərimizə və bu gözəl müsabiqənin ümumiyyətdə təşkilatçılarına hər birinizə Allahın salamı olsun. Allah şükürlər olsun ki, artıq bu müsabiqənin sonlarına yaxınlaşırıq. Allah bizi bu yolda müvəffəq və müəyyəd eləsin inşallah. Bismillahirrahmanirrahim. Bağışlayan və mehriban uca Allahın adı ilə Allahın salavat-ı səlamı olsun Peyğəmbərimiz və onun pak ailəsinə. Mən də salamlayıram əziz izləyicilərimizi və o izləyicilər ki, doğrudan eşqlə, məhəbbətlə gözləyirlər müsabiqənin olmasın növbəti həftəni. Quran eşqi ilə, o ürəklər ki, Quran eşqi ilə döyünür, salamlayıram. Və iştirakçılar, bugünkü günə qədər olan iştirakçılar, hal-hazırdakı iştirakçılar, hamısını salamlayıram. Hal-hazırdakı iştirakçılara uca mütəal Allahımızdan müvəffəqiyyət diləyirəm. Və bütün kollektiv, əziz bu kamera arxası olan qardaşlarımız, onlara da özümüzlə birgə uca Allahdan bu işin öhdəsindən layiqincə gəlməyi dua edirəm. Allah köməyiniz olsun. Bismillahirrahmanirrahim. Mən də dəyərli izləyicilərimizi salamlayıram. Seyyidimiz dua elədi, Allah ondan razı olsun. Və mən sonuncu həftələrdir biraz da sözün açığı darıxaraq danışıram. Bu mənada ki, biz hər həftə Quran yarışçılarımızın xidmətində oluruq və onlara öyrəşmişik bir sözlə. Və Quran-ı Kərimin bir xasiyyəti var, istəyirəm onu deyim. Bunu bütün Quran oxuyanlar bilir. Quranı nə qədər çox oxuyursan, o qədər ona isnişirsən. Sanki o körpə uşağı
necə sevirsən, necə ona məhəbbət edirsən, elə bir əlaqə yaranır Quranla sənin aranda. Bunu bütün Quran oxuyanlar bilir. İnşallah Allah bu neməti bizim əlimizdən almasın. Və mən bir hədis oxumaq istəyirəm dəyərli izləyicilərimizə, əziz Peyğəmbərimizdən buyurur ki, Mən qara'əl Qur'anə bitiqaə vəcihillə və təfəqqəhən fid-din kənə ləhu minəth-thəvabi mislə cəmi'i mə u'tiyəl mələikətu vəl-ənbiyəu vəl-mursalun. Çox gözəl bir hədisdir, qarşıma çıxdı və bunu istədim ki, dəyərli izləyicilərimizlə bölüşüm. Əziz Peyğəmbərimiz buyurur, hər kəs Quran-ı Kərimi dində düşünmək üçün, dinin öyrənmək üçün öyrənərsə, Allah Taala mələklərinə, peyğəmbərlərinə, mürsəllərinə verdiyi savabı ona əta edər, ona verər. Həzrət Əleyhissalam buyurur, Aleykum kitabillah, mən amilə bihi səbaq. Çox gözəl və dəyərli bir hədisdir. Buyurur, Allahın kitabın sizə tövsiyə edirəm. Hər kəs bu kitaba əməl edərsə, hər kəsdən qabağa keçib. Allah bu kitaba əməl etməyi və onu öyrənməyi, onu oxumağı bizə nəsib eləsin inşallah. Allah hər birinizdən də razı olsun. Amin. Allah razı olsun ustadlar, var olasınız. Təşəkkürlər. Proqramımızı davam etdirək. İnşallah iki iştirakçımız Rəmzi Orucoğlu və Ədalət Behbudov buyursun səhnəyə. Ədalət Behbudov və Rəmzi Orucoğlu. Bu müddət ərzində çox səylər göstərdiniz. Ustadlar da ötən həftə toxundular. Bu əziz insanların çalışmaları, ev tapşırıqları, ümumiyyətlə burada gün boyu biz görürdük onlar nə qədər çalışırdılar üzərlərində. Həqiqətən də bura qədər gəlmələri, siz dəfələrlə bunu qeyd etmişsiniz, elə Rəmzinin də, Ədalətin də bura qədər gəlmələri həqiqətən möhtəşəmdir. Öz cəhdləri, öz çalışmaları olduğu yüksək səviyyədə həqiqətən möhtəşəm idi. Bundan sonra da çalışacaqsınız inşallah. Əlbəttə, hətta ilk yerlərə də layiqsiniz. Bütün qarilərimiz, burada iştirakçılarımız ilk yerlərə layiqdirlər hər biri. Amma daha layiqlisi təbii ki, daha layiqli yeri tutacaq. Allah sizi müvəffəq eləsin. İkinizdən biriniz bizdən ayrılırsınız. Amma proqramın qaydasına, daha doğrusu yarışmanın qaydasına görə final yarışmasında da bizi tərk edən sizdən biriniz yenə də bizimlə olacaqsınız buradan. Həmin finalda iştirak edəcəksiniz. Amma yarışmanı dayandıracaqsınız biriniz. Baxaq görək hansı əzizimiz yarışmadan gedəcək. Beləliklə, Ədalət Behbudov izləyicilərdən, daha doğrusu münsiflərdən Ədalət Behbudov 399,75 bal toplamışdı münsiflər heyətindən və Rəmzi Orucoğlu 361,5 bal toplamışdı. İndi isə keçək izləyicilərə, baxaq görək hansı əzizimizə nə qədər bal veriblər. 89 bal var, bir də 11 bal. 100 qaridən gələn ballara nəzər salırıq. 43 bal və 57 bal. Toplam olaraq yekun balları mən elan etmək istəyirəm. 531,75 bal və 429,5 bal. Əziz qardaşlarım, həqiqətən Yekun müəllim demiş, darxacıyıq sizin üçün, bizim bütün qarilərimiz üçün. 2 aya az qalıb artıq. Bir yerdə, birlikdə, belə deyək ki, Quran sahəsində burada çalışırıq. Allah qəbul eləsin əlbəttə. Mən qeyd edim ki,
hər həftə çalışırıq bunu deyək. Burada oxunan Quran-ı Kərimlərin savabı bizim şəhidlərimizin ruhlarına hədiyyə olur. Allah onların ruhlarını şad eləsin. Heç vaxt unutmayacağıq o şəhidlərimizi, əsla unutmayacağıq. Hər birimiz onlara borcuyuq və Quran-ı Kərimin möhtəşəmliyi, əzəməti, onun savab cəhəti də var, savab tərəfi də var. O savabdan inşallah şəhidlərimizin ruhlarına hədiyyə edirik. Allah qəbul eləsin inşallah. Və mən qeyd etmək istəyirəm, bizi tərk edəcək qarimiz 429,5 bal toplayıb. O qari hansı qaridir? Ya Allah. Baxaq görək burada kimin adı yazılıb. Təbii ki, mən bilirəm. Bilmək istəyirsiniz, indi biləcəksiniz. Az sonra. Burada Rəmzi Orucoğlu'nun adı qeyd olunub. Rəmzi qardaşım bizimlə sağollaşacaq. Rəmzi əzizim, hələlik ki, sən qal burada, ədaləti yola salaq. Ədalət qardaşımız, təbrik edirəm. Gözləmə otağına, qarilərin otağına buyurun. Mən isə Rəmziyə yaxınlaşacağım. Bizim əziz qardaşımız. Seçim turunda mənə sürpriz oldu həqiqətən də. Mən baxırdım qarilərə, birdən gözüm sataşdı ki, Rəmzi qardaşımız, biz illərlə dostuq, tanışıq. Amma məclislərdə, tədbirlərdə Əhl-i-Beyt məddahı kimi görürdük səni. Amma indi qari kimi, qarilərin sırasında görmək həm sevindirdi məni, həm də qəribə gəldi mənə. Yəni, Quran oxuyanda görməmişdim səni. Amma orada gəldin, Quran oxudun və həqiqətən də qəribə bir aura yarandı. Çox maşallah möhtəşəm bir qiraət sərgilədin orada. Sevindim həqiqətən də. Sevindim və bundan belə də davam edəcəyinə sevinirik inşallah. Bundan belə də Quran fəaliyyəti, qarilik fəaliyyətində görəcəyik səni inşallah. Və səhnədə məddah kimi də görsək problem yoxdur burada. Əhl-i Beytə xidmətdir, Qurana xidmətdir, canımızla. Yəni hər sahədə kimisi qələmi ilə xidmət edir. Kimisi yazısı ilə, şeiriyyatı ilə, qəzəli ilə, kimisi qiraəti ilə, səsi ilə və səsə gəldikdə möhtəşəm səsin var Rəmzi. Həqiqətən də bunu izləyicilər də bilirlər. Çox gözəl səsə malik və Quran səsidir. Sanki yəni Quran-ı Kərimi o cavablar möhtəşəmdir. Sadəcə yeni qədəm attığın üçün ustadlar da vurğulayıblar bunu dəfələrlə. Tez bir zamanda gəldiyin üçün müəyyən təcviddə üzdən oxumada səhvlərə görə bugün bizi tərk edirsən demək olar. Amma səs möhtəşəmdir həqiqətən də və mən düşünürəm o gün hansı ustadlardan dedisə bir neçə ay kifayət edər ki, çox gözəl qiraət sərgiləyəsən həqiqətən də, yəni beynəlxalq səviyyədə. İnşallah ustadlar hələ bu barədə deyərlər sözlərini. Buyursunlar, Hacı İkin sizinlə davam edək. Rəmzi qardaşımıza ürək sözləriniz daha irad olmayacaq da düşünürəm, gedir. Yox, getmir, əslində qalır. Çünki finalda 3-cü yerlə inşallah mükafatlanacaq. Təbii ki. Allah Rəmzi əzimizi müvəffəq eləsin. Rəmzi gözəl, tərbiyəli, əxlaqlı, cəmiyyətdə özünə yer tutmuş bir əzizimizdir. Allah onu daha da müvəffəq eləsin. Bayaqdan zehnimə gəlir. Peyğəmbərimiz bizə 2 ağır əmanət qoydu. Kitab-Allah və itrəti. Səqələyin hədisi. Bəli. Rəmzi bizdən fərqli olaraq ömrünün bir hissəsini Əhl-i Beytə sərf elədi və qalan hissəsində söz verir ki, Quran-ı Kərimə həsr edəcək. O, hər 2 əmanətin yanında üzü ağ bir şəxsdir, bir insandır. Bəli, Rəmzi əzizimiz bura qədər səsinin gözəlliyi ilə, avazının gözəlliyi ilə, gözəl muğamları təqdim eləməklə gəldi bura çıxdı və tez bir zamanda Quran-ı Kərimə adaptasiya oldu sanki. Yəni tez bir zamanda qiraəti uyuşdu onun
Quran-ı Kərimi oxumağa. Halbuki o çətinlik çəkməli idi, çünki xeyli müddət məddahlıq eləyib. Bu onun uğurudur. Doğrudan, yəni mən belə düşünürəm ki, yəqin ustadlar da belə düşünərlər ki, Rəmzi böyük bir uğura əl atdı. Böyük bir uğura əl atdı və Allah səni bundan sonra da müvəffəq eləyəcək. Sən çünki bura qədər çox çalışdın. Bizim gözümüzün qabağında görürdük ki, yəni o ustada müraciət edir, bu ustada müraciət edir, Seyid Əli, Hacı Ruslan hamısına mən görürdüm ki, zəng vurur, burada nədir, orada nədir, bunu necə oxuyum, harda vəqf edeyim, burada bunun təcvidi necədir. İnşallah onlar da zəhmətlərin yəqin ki, halal eləyərlər Rəmziyə və haqları var onun boynunda. Onun üçün mən əzizimizə müvəffəqiyyət arzu edirəm, Qurandan möhkəm yapışmağı tövsiyə edirəm və ən böyük tövsiyəm də Rəmziyə təcvid üzərində daha çox çalışmağı. Çünki bizim bu yarış avaz bölümünə daha çox bal verilirdi bu yarışda, bizim yarışda. Yəni 50 bal civarında. O üzdən Rəmzinin də səsi gözəl olduğuna, avazı gözəl olduğuna bu həddə qədər gəldi, çatdı. İstərdim bunu dəyərli Quran hafizləri, Quran qariləri də məlumatlansınlar. Ki əsas, yəni yarışlarda fərq var. Təcvidə üstünlük verilir və yaxud da avaza üstünlük verilir. O yüzdən biz səni təbrik edirik, əzizim. Allah səni var eləsin, müvəffəq olasan inşallah. Təşəkkür ederim, çox sağ olun. Əziz Seyid Əli müəllim, buyurun. Ya Allah, bismillahirrahmanirrahim. Salamlayıram mən də əziz qarimiz Rəmzini və onu qeyd edeyim ki, bizə el arasında belə bir söz var. Deyir, qardaşın necə adamdır? Deyir, yol yoldaşı olmamışam. Mən də Rəmzi ilə yol yoldaşı olmuşam, tanımışam doğrudan. Çox Allah onu müvəffəq eləsin. Tərbiyəli, çox əxlaqlı, çox mömin bir oğlandır. Allah inşallah bu tutduğu müqəddəs yolda onu daha müvəffəq eləsin. Mən 3-cü yer, bəli, tutub, təbii ki, indi 3-cü yerin hədiyyəsi gələn həftə təqdim olunacaq hacı. Amma mən bir məsələni istərdim Rəmziyə qeyd eləyim. Mən bu yaxınlarda bir filmə baxmışdım. Orada bir uşağın 3-cü yerə ehtiyacı var idi. 1-ci yer olduğu halda 3-cü yeri tutmaq istəyirdi. Çünki onun 3-cü yerə daha çox ehtiyacı vardı. 3-cü yerin hədiyyəsinə. Mən də ümidvaram ki, inşallah Rəmzin 3-cü yerin hədiyyəsinə daha çox ehtiyacı var idi. Ona görə elə 3-cü yeri tutub. Amma yenə də daha çox çalışmaq lazımdır. Sən Hacı İlkin müəllim də qeyd elədi. Mən deyirəm belə necə deyim, təbəssüm olsun deyəm dedim. Daha çox çalışmalısan və onu bilirsən ki, müqəddəs bir iş üçün çalışırsan, örnək olmalısan. Ümumiyyətlə, bütün Quran əhli ki, Oqtay müəllim həmişə Quran əhli sözünü işlədir. Bütün Quran əhli örnək olmalıdır. Bütün sahələrdə, o cümlədən də Allah kitabına xidmət eləməkdə. Sən qalibsən, sən təmiz, pak niyyətlə Allahın kitabına xidmət eləməyə çalışmısan və eləmsən də. Ümidvarıq ki, Allah inşallah bu dünyadakı mükafatını verəcək o heç, axirətdə də səni mükafatlandırar. Səni təbrik edirəm, müvəffəq olasın. Dəyərlimiz Hacı Ruslan Qasımov, buyurun Hacı. Mən salamlayıram əziz dəyərli Quran qarimizi, Rəmzi əzizimizi. Allah Rəmzini İlkin müəllim demişkən hər iki mənada müvəffəq eləyib və Quran-ı Kərimin, demək olar ki, Əhl-i Beytin yolu ilə Quran-ı Kərimin yoludur. İlkin müəllim dedi ki, Rəmzi hər iki mənada bizdən bir pillə üstündür. Amma niyə ay Hacı, elə biz də Quranın dediyin gedirik. Quranda Əhl-i Beyti deyir də. Mərsiyə rövzü oxuduğuna görə. Bu da bir bəli şirinlik olsun deyirəm. Allah salamat eləsin. Bəli, Rəmzi hər iki sahədə maşallah olsun. Öz sahəsində ki, əvvəllər tanınırdı və Quran sahəsində də o səsin gözəlliyi, potensialın gözəlliyi, həm özünün Qurana olan eşqi əzizimizi daha rahat, daha gözəl şəkildə təqdim elədi. Mən bir söz demək istəyərdim, əzizlər. Əsas odur ki, Rəmzinin bura gəlişi ixlaslandı.
Allah hər bir bəndəyə o ixlası əta eləsin. Mən xoşlayıram öz başıma gələn hadisələrdən, hansı ki, onu özüm yaşamışam və yəqinim var o sözlərdən istifadə edeyim, bir məsləhət verim. Zaman var idi ki, biz Quran müsabiqəsinə qatılanda məqsədimiz birinci olmaq idi. Qalib olmaq arzusu ilə gələrdik müsabiqələrə. O alimlərdən biri öz övladına sual verir ki, oğlum böyüyəndə kim olmaq istəyirsən? Deyir, ata elə mən sənin kimi böyük bir alim olmaq istəyirəm. Atası buyurur ki, səndən bir şey olmaz. Deyir, niyə əziz atam? Deyir, ona görə ki, mən İmam Cəfər Sadiq olmaq istəyirdim, bu olmuşam. Amma sən mən olmaq istəyirsənsə, sən bir yerə çıxmazsan. Düzdür, insanın hədəfləri gərək ali olsun. Düzdür, insan gərək birinciliyi istəsin ki, gəlsin, ali olsun. Amma həqiqətən budur ki, əgər içində ixlas yoxdursa, insan bir yerə gəlib çata bilməz. Mən şəxsən öz dünya müsabiqələrində, yarışmalarda olan hadisələrdə Seyid Əli müəllim hər dəfəsində ki, gedirdim, deyirdim, bu dəfə yox, çalışacağım, can qoyacağım, qalib olub gələcəm, heç birində nail olmurdum. Günlərin birində dedim ki, mən elə dünya birincilikdə, fürsətdir, gedirəm ora. Allah məsləhət bilsə olar, elə nəsə öyrənmək üçün gedirsən ora. Nəsə öyrənmək üçün, gəlib burada onu tətbiq eləmək üçün, təbliğ eləmək üçün, o müsabiqənin verdiyi, yaşatdığı o amalı yaşamaq üçün, yaşatdırmaq üçün. Qurbətən ilə Allah. Və həmən getdiyin vaxtı Allah sənə elə bir ilham verir, Allah sənə elə bir, necə deyərlər, qüvvət və qüdrət verir ki, sən ağlığa gəlməyən bir yerə gəlib çıxırsan. İndi, məsələn, Rəmzi əzizimizin tilavətlərinə baxsaq, Rəmzi əzizimizin yəni bu yerə qədər gəlib çıxmağı həqiqətən Rəmzinin Qurana olan eşqi, Rəmzinin belə deyək, o kitabı gözəl avazla oxumaq amalı gətirib bunu bugünə çatdırıb, bu səhnəyə çıxardı və Rəmzi doğrudan da qalibdir. Ya elə, ya belə, hər iki halda qalibdir. Və Seyid Əli müəllimin vurduğu o misal ki var idi, həqiqətən çox ürəyimdən olan bir misaldır. İndi biz bəzi şeylər bilirik, mən buradan açıqlamıram. Bəzən insanın harda bir mənəviyyat tapacağı bir məkana ehtiyac olur, bəzən insan özü onu bilmir. Gecənin bir aləmində yuxu gözündən süzülə-süzülə nə qədər eləyirsən yata bilmirsən, durursan ayağa bir iki rükət namaz qılırsan, Allahla razı niyaz eləyirsən, sonra az qalır elə namazın səzdəsində yuxu səni aparsın. Orada bir hikmət var, sən istəyir Rəbbin ki, orada bir iki rükət o gecədə namaz qılasan. İnşallah Rəmzi sən nə hadisələr baş verdisə sən bu kürsüdəsən inşallah və inşallah gedəcəyin səfərdə biz əzizlərimi də əgər bizi əziz bilirsənsə unutmazsan inşallah. Amma sən həqiqətən bizim üçün əziz və dəyərlisən. Səsin də gözəl, özün də belə əxlaqlı, ədəbli, yəni Quran simalı bir insansan. Allah səni çəkəcək bu yolda qabağa. Sadəcə olaraq ruh sönməsin. Ruh sönməsin, o eşqlə get. İnşallah gedəcəyin səfərdə bir təvəssül eləyərsən, bu yolun ardını Allah sənin üçün o qapıları açsın inşallah. Allah səni müvəffəq eləsin. Mən gözəl sözlərinə görə İlkin müəllimə də təşəkkür edirəm. Seyid Əli müəllimə də təşəkkür edirəm. Hər iki ustad həqiqətən qəlbin içindən gələn, o səmimiyyətdən doğan sözləri dedilər. Bu da mənim səmimiyyətim. Səni öpürəm, bağrıma basıram. Allah razı olsun. Hər üç ustada təşəkkür edirik. Hacı Ruslan gözəl bir mövzuya toxundu. Şeyx Səduq olub səhv etməsəm. İmam Sadiq olmaq istəyirdim, gəldim Şeyx Səduq oldum. Bu qiraət, qarilik sahəsində də nəhənglər olub da dünyada. Yəni indi də var sözü, amma da Mustafa İsmail, Əbdülbasit, Minşavi, Şəhhat, Leysi, indi çoxdur da maşallah da. Hansından olmaq istəyərdin? Yəni, məsələn, Bəhtimi ola bilər. Amma Rəmzinin səsi hansı ustada, mərhum ustada? Mən düşünürəm ki, mən düşündüyüm budur ki, Rəmzi Mustafa olmaq istəyir. Mustafa İsmail.
Gözəl. Amma Yəni, özü desin, özü bəlkə də Məncə rəmzi Bəlkə də- məncə elə rəmzi olmaq istəyir. bəlkə də şüayşə olmaq istəyir. Nə bilim hansını yox, söhbət hədəfdən gedir də, söhbət hədəfdən gedir. Bəli. Əbdüləziz Həssan da ola bilər. Onu da seçə bilərsən. Niyə O mənim yayındırırsınız Oqtay sevdiyim- müəllim? Bax, niyə yayındırırsınız? Yaxşı özü desin. Yaxşı. İlk öncə əziz, dəyərli ustadlarımı salamlayıram, siz əzizlərimi salamlayıram. Bu işdəki hər kəsin xidməti var. Allah Taala onların hər birinin xidmətini ali dərəcədə qəbul eləsin inşallah. Çox gözəl oldu mənim üçün həqiqətən ki, bu Quran sahəsində neçə illər Allah izin verdi. Əhl-i-Beytin qapısında nökərçilik. Əgər Allah qəbul edibsə, inşallah ki, qəbul edər. Çünki İmam Hüseyn Əhl-i-Beyt qapısına gələn heç kəsi geri qaytarmaz. Həmd olsun Allaha ki, bu qapıda da çalışdığım qədər ki, Allah necə istəyir o formada xidmət etmək ki, şükür Allah bugünkü gündə də alnım açıqdır. Əhl-i-Beyt qapısında dünyada ki, inşallah, axirətdə də inşallah İmam Hüseynin hədiyyəsi olar. İnşallah. Allah Taala yəqin ki, məni Quranda da görmək istədi. Həmd olsun Allaha ki, bəzi şeylər var idi ki, onların üstünə ayağımı qoydum ki, ilk öncə ki, maddiyyət məsələsi. Mən üzr istəyirəm məclislərimizdə. Mən fəhlə işləyə belə məclislərə gedirdim. Heç vaxt nəsə güdmürdüm ki, oradan mənə nəsə versinlər. Həmd olsun Allaha. Allah Taala gətirdi ən ali məqam ki, Quran məqamıdır. Ya mən hal-hazırda özümü layiq bilmirəm. Çünki böyük bir məqamdır ki, Allahın kəlamlarını oxumaq, insanlara, cəmiyyətə çatdırmaq. Yəni buna da şükür. Burada da yenə keçən verilişdə də demişdim, burada məndən gözəl oxuyan qardaşlarımız da var ki, əzizlərimiz də var idi ki, onlar hamınız daha gözəl oxuyursunuz təbii ki. İnşallah ki, təvazökarlıq. bəli, çalışarıq ki, xidmətimizi ixlasla edək. Allah Taala da bizi öz dərgahında ucalsın inşallah. Amin. Amin. Qari seçiminə gələndə, Sualımıza gələndə. bəli, sualımıza gələndə mən məddahlıq sahəsində də bir nəfəri dinləməmişəm heç vaxt. Yəni bütün məddahları dinləmişəm ki, onlarda hansı gözəlliklər, hansı şirinliklər var. Onlardan qatım ki, həm oxuduğum şey zəngin olsun. Yəni Mən ölülərdən danışdım. Yəni dirlər də var ha. Yəni rəhmətliklərdən ad çəkdim. Dünyasını dəyişən, dünya şöhrətli, məşhur qarilərin adını dedim, amma sağ olan qariləri də, yəni onların da adını çəkə bilərsən, hansına bənzəmək istəyirsənsə. Yenə də məsələn Hamid Şakiri demək olar və Mahmud Şahatı demək olar və digərləri. Mənim hal-hazırda Mən xüsusən istəyirəm hansısa bir qariyə simpatiyam varsa, məsələn onun adını çəkəsən inşallah. Mənim hal-hazırda ən çox dinlədiyim, səsimə uyğunluq tapdığım və oxuyanda aramlıq tapdığım Mustafa İsmaildir. Və digər qariləri də tək-bətək dinləyirəm. Yəni onların da Hacı Ruslan demişlər. Oqtay müəllim, üzr istəyirəm. Mən niyə görə Mustafa İsmaili adını çəkdim? Çünki indi şükür olsun aləmlərin Rəbbinə, İlkin müəllimdir. Çiyin-çiyinə, yəni illərdir bu yolu gəlirik. Rəmzinin həm səsindən, həm də müəyyən xal çalarlarından Mustafanın ətri gəlir. bacarıq. Uyğunluq var da, Bəli, rahat Mustafa'nın onu ətri gəlir. təlqin edə Və mən bir təqlid. sözlə əlavə eləmək istəyərdim. Rəmzi gözəl bir nöqtəyə toxundu. İndi incə bir məqam var bu sözümün içində, ona görə müdaxilə elədim. Məsələn, müxtəlif rozəxanları, müxtəlif məddahları dinləyərdim ki, zənginlik yaransın. Sizi inanın ki, bütün böyük ustadların böyük əksəriyyəti Mustafanın zənginliklərinə müraciət ediblər. Ona görə Əkbərül Qurra deyilib ki, məsələn, bir dəfə demişdim bu sözü, bir də təkrar olsun deyirəm, eşidiləsi sözdür. Təkcə bayat məqamı üçün Mustafa İsmailin 300-ə yaxın və yaxud 300 sonluq gətirib. Tək bayat məqamı üçün. O qədər zəngindir ki, digər ustadlar Mustafa İsmailə çox müraciət ediblər. Sonra öz üslublarını yaradıblar, yəni belə deyərdim. Odur ki, əzizimiz bayaq dediyimiz İmam Sadiq əleyhissalam olmaq istəyirdim. Hədəfi gərək yuxarı olsun ki, yenə hamısını da dinləsin, hərədən bir şey, tam özünü tapsın inşallah. Amma səsdən istifadədir, səs xırdalıqlarından, səs bənzərliyi, zildə məsələn istifadə eləmək, bəmlərdən istifadə eləmək birəbir Mustafanı yəni oxuya biləcək potensialı var.
Allah müvəffəq Maşallah eləsin. olsun. Seçimin gözəldir. Bir də Bəli. öpürəm səni. Bəli, gözəl. Allah çox razı gözəl. olsun. Bir də onu vurğulamaq istəyərdim ki, mən hamısı mənim üçün əzizdir, dəyərlidir. Allah şahid ki, hər birinin xətrini necə çox istəyirəm, Allah şahiddir. İnşallah ki, onları həm dünyada, həm axirətdə özümə ustad bilirəm. Yəni o cür əxlaqlarına, öz ədəblərinə və müsabiqə dönəmində də dəfələrlə Hacı Ruslan ustadımıza, Seyid Əli ustadımıza, Hacı İlkin ustadımıza müraciət eləyirdim. Yəni onlar da keçən dəfə də vurğuladılar. Mən oxuyub təhvil verdiyimi gəlib burada oxuyub təhvil vermədi. Seyid Əli keçən dəfə hətta mənə danladı ki, sən orada oxuya bilmirsən, sənə bir söz deyə bilmərəm mən. Hər Olub birinə ki, gecə saat 2-də zəng eləyəsən, hansınısa oyadasan. Belə bir hallar saat Mən zəng 12-yə eləmişəm ona. O vaxtlar danışmışıq, biz oxumuşuq. Saat 12-yə qalmışdı keçən dəfə Seyid Əlini narahat eləmişəm. Yəni inşallah ki, halallığını istəyirəm. Hacı Ruslanı, həmçinin Hacı İlkin əzizimizin də Allah razı olsun. hər birinin ayırmıram. Hər birinin öz xüsusi xidməti olub mənim üçün. Bir də onu vurğulamaq istəyərdim ki, mən ilk qiraətdə hardasa bir 2015-ci, 16-cı ildə Hacı Ruslanın Duxan surəsini dinləmişəm. Allah şahiddir. Çox sevmişəm, çox bəyənmişəm o qiraəti. Təşəkkür edirəm. Həqiqətən gözəl nəfəsindən ola bilər ki, Allahın bir lütfu olub və o vaxtdan deyərəm ki, Qurana qəlbimdə bir məhəbbət yaranmışdı. Çox gözəl. Hamısı əzizlərimdir. Allah şahiddir. Heç birini ayırmıram. Hamısı mənim üçün əzizdir. Hamısı mənim üçün ustad başqa, bir də həm də qardaş bilirəm onlar özümü. Allah sənə Allah əzizləsin. razı olsun. Allah hər Gözəl. birindən razı olsun. Təşəkkür edirəm. Çox sağ olun. O bayaq dediyimiz məsələ gecə saat 2-də məsələn narahat etmə. Ruhanilərdən, ilahiyyatçı alimlərdən biri deyir ki, bir nəfər dostlardan saat 2 idi zəng eləmişdi ki, hacı yatmamısınız? Mən də dedim, yo, oturub sənin telefon zəngini gözləyirəm bu vaxtı. İndi belə ola bilər, yəni təbii bir Oktay şey. müəllim, ya deyib ki, hacı gecənin ən gözəl əməli, fəzilətli əməli nədir? Deyib ki, elə ən fəzilətli əməli yatmaqdır. İcazə versin yatardım. Bəli. İcazə versən yatardım. Bəli, onun davamı idi. Rəmzi, Allah Gözəl müvəffəq söz. eləsin. Bəli, Allah səni müvəffəq eləsin. Həqiqətən Amin, də inşallah, ustadlar nə dedilər? Elə bəlkə də az dedilər. Daha artıq layiqsən təriflərə. Və mömin siması, mən proqramlar bu neçə həftə öncə də demişdim, bu qalilərin belə deyək ki, baxanda möminlik yağır da bunlardan. Mömin Həmd olsun Allah. görmək istəyirsənsə bax qalilərin bu Nuruhum simasına. yəs'a beynə Nur, əydihim həqiqətən və də. beymanihim. Çox şükür olsun Allaha. Bizim hədiyyələrimiz var. Quran sədasının sənə hədiyyəsi var. Həmişə olduğu kimi bütün qalilərə bu hədiyyəni vermişik. Quranla yaşamaq. Dəyərli ruhanimiz Hacı Ramil Bədəlovun bu kitabı sizə hədiyyə olunur. Buyurun, xoş mütaliələr. Və bu da Quran sədası 2025 simvolik bir belə deyək hədiyyədir, amma hədiyyə qalıb hələ. Finalda inşallah burada olacaqsan, digər gözəl hədiyyəmiz də olacaq. Buyur, təbrik edirik səni. Allah müvəffəq eləsin. Bu yolda həmişə sabit qədəm olasan, irəlilərdə biz bugün Misir qalilərinə, dünya şöhrətli qalilərinə həsədlə baxırıqsa, məsələn, o dünyadan köçənlərdə təbii ki. Amma bu günlər bizim ölkəmizdə bax belə ustad qalilərimiz var, beynəlxalq qalilərimiz var. Artıq biz də qari görürük ölkəmizdə, ustad qarilər görürük ölkəmizdə. Sən də onlardan biri olarsan inşallah. Allahdan müvəffəqiyyət dediyirik sənə. Təşəkkür edirəm, çox sağ olun, minnətlər. Sağ ol. Möhtərəm izləyicilər, proqramımızı iki qari ilə, yarışmacı ilə davam etdiririk. İlk olaraq Elvin Qurbanov qiraət edəcək, onun qiraətini dinləyəcək. Salamlayırıq Elvin, sizi xoş gördük. Aleyküm salam, mən də sizi salamlayıram. Hacı. Bugün inşallah oxuyacağım Əhzəb surəsindən səhifə 422, 31-dən 35-ə qədər olan ayələr. Allah Bəyat, müvəffəq eləsin. Bəli, çox gözəl. Bəyat, Rast Muğamları da və deyərdiniz. Nəhavənd muğamı ilə. Bəyat, Rast, Nəhavənd. Çox gözəl. Allah müvəffəq eləsin. Buyurun, Allah razı olsun. dinləyəsiniz. Təşəkkür edirəm.
أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. ومن يقنت منكن لله ورسوله وتعمل صالحا نؤتها أجرها مرتين وأعتدنا لها رزقا كريما. يا نساء النبي لستن كأحد من النساء إن اتقيتن فلا تخضعن بالقول فيطمع الذي في قلبه مرض وقلن قولا معروفا. وقرن في بيوتكن ولا تبرجن تبرج الجاهلية الأولى وأقمنا الصلاة وآتينا الزكاة وأطعنا الله ورسوله إنما يريد الله ليذهب عنكم الرجس أهل البيت ويطهركم تطهيرا. واذكرن ما يتلى في بيوتكن من آيات الله
إن الله كان لطيفا خبيرا إن المسلمين والمسلمات والمؤمنين والمؤمنات والقانتين والقانتات والقانتين والقانتات والصادقين والصادقات والصابرين والصابرات والصابرين والصابرات والخاشعين والخاشعات والمتصدقين والمتصدقات والمتصدقين والمتصدقات والصائمين والصائمات والصائمين والصائمات والحافظين فروجهم والحافظات والحافظات والذاكرين الله كثيرا والذاكرين الله كثيرا والذاكرات أعد الله لهم مغفرة وأجرا عظيما صدق الله العظيم.
Əziz qarimiz Elvin Qurbanovu dinlədi. Gözəl qiraətə görə təşəkkür edirəm Elvinə. Allah səs və bərəkət versin. Çox gözəl idi həqiqətən də. Ustadlar fikirlərini bölüşsünlər. İlk olaraq Seyid Əli müəllim, buyurun sizi dinləyək. Salamlayıram əziz qarimizi. Bəli, final tilavətidir. Yer çox tilavətə bəzən o qədər o tilavətləri ki biz eşitmişik məşhur qarilərdən, o yeri görəndə tilavət yer özü deyir ki, burada sən gözəl bir tilavət göstərməlisən. Doğrudan Allah nəfəs və ömrə bərəkət versin. Gözəl tilavət elədin. Təbii ki, yer məxsusən 35-ci ayə böyük ayə idi. Orada vəqf yerlər çox olduğu üçün azacıq olsa vəqf yerlərinə təsir elədi və gözəl də elədin ki, doğrudan o yer ki, orada vəqfdən yarım bal itirəcəksən, onu nəzərə almayıb, gedib başqa yerdə dayanıb, başqa səhv eləməkdənsə bunlar ən gözəl idi, amma vəqf yerlərində çatışmamazlıq məxsusən sonluqlarda var idi. وَالذَّاكِرِينَ اللّٰهَ كَثِيرًا yox وَالذَّاكِرَاتِ burada dayanmaq. Çünki vəzəkirat o kəlməyə bağlı bir cümləyə bağlı bir kəlmədir və başlanğıcda da vəl-hafizatdan başlamaq doğru deyil. Vəl-hafizina furucahum vəl-hafizat. Bəlkə də Seyid elə hafizinadan başlasaydı kəthira daha uyğun olardı məncə. Yenə də elə də dayansaydı, təbii ki, bal kəsintisinə biraz az təsir eləyərdi. Yəni, amma hər halda gözəl tilavət elədi, öz bacardığınız qədər, məxsusən Nəhavənd gözəl tilavət elədi. Sonluqda bəyatla tamamlamada biraz çətinlik olsa da, amma yenə də gözəl tilavət idi. Sizə müvəffəqiyyət arzu edirəm. Nəhavəndə daha da rahat keçdi, hə Seyid? Bəli, gözəl oldu. Təqdirə layiq idi. Allah sizi müvəffəq eləsin. Təşəkkür. Salamlayıram əziz dəyərli Elvin əzizimizi. Allah salamat eləsin. Allah sizi daha da səsinizi ucalardan gətirsin inşallah. Və bu bir nemətdir ki, Allah Taala o səsi sizə verib və siz onu düzgün yerində, həqiqi yerində xərcləyirsiniz. Allah bundan sonraki həyatınızı da Quranla, Əhl-i Beytlə inşallah məşhur eləsin sizi. Tilavətə gəlincə çox gözəl bir tilavət idi. Həm muğam seçimi və muğam seçimində olan ardıcıllıq özünə məxsusluğu var idi. Ayələrin mənalarına uyğun keçidlər idi, çox gözəl idi. Seyid Əli müəllim gözəl bir söz dedi ki, Nəhavənd məqamının son düzdür, Nəhavənd məqamıdır, Bayat, Nəhavənd və Hicaz məqamı bir cinsin növləridir. Musiqi ardıcıllığına, not pərdələrinə əgər onları düzsək, görər ki, uyğunluqları bir-birinə keçid yerləri daha rahatdır. Amma məsələn, rastdan sizin Nəhavənd məqamına keçidiniz rasta uyğun bir zil pərdəsindən və oradan rahat rast muğamından Nəhavəndə keçid həqiqətən çox təqdirə layiq idi. Belə bir misal var. Görsənən yola nə bələdsiz, siz tilavətin ilk günlərindən maşallah olsun öz gözəl səsinizlə həm təcvid qaydalarına maksimum çalışıb riayət eləməklə bu yerə qədər gəlib çıxmısınız. Mən sizi təbrik edirəm. Hacıcan Əbdülbasit buranı mən səbanla oxumağını eşitmişəm. Nuaynə məsəl üçün Nəhavəndlə oxuyur. Bəli. Yadıma gəlmir Mustafa İsmail, dinləməmişəm səhv. Nuaynə Nəhavəndlə oxuyursa, Mustafa İsmail də Nəhavəndlə oxuyur. Çünki Nuaynə Mustafa İsmailin yolunu oxuyan qarilərdəndir. المسلمين والمسلمات والمؤمنين والمؤمنات والقانتين والقانتات والصادقين والصادقات Əhsən, maşallah. Yallah Hacı Rüslan. والصادقين والصادقات والصابرين والصابرات
والصابرات والخاشعين والخاشعات والخاشعين والخاشعات والمتصدقين والمتصدقات والصائمين والصائمات والمتصدقين والمتصدقات والصائمين والصائمات الله الله الله. والصائمين والصائمات والحافظين فروجهم اللهم أحسنتم. والحافظين فروجهم والحافظات والذاكرين الله كثيرا والذاكرات أحسنت ما شاء الله فيك. والذاكرين الله كثيرا والذاكرات أعد الله لهم مغفرة وأجرا عظيما. صدق الله العلي العظيم. Abdülbasit də qəşəng oxuyub buranı. Abdülbasit də qəşəng oxuyub buranı, Səba ilə oxuyub o. إن المسلمين والمسلمات والمؤمنين والمؤمنات والقانتين والقانتات Allah razı olsun ustadlar. Bəli, ballarınızı təqdim edin zəhmət olmasa. Elvin əzimizin muğamlardan 46,5, təcviddən 27, vəqf ibtidadan 15 bal. Allah müvəffəq eləsin. Seyd Əlməlim buyurun. Muğamlardan 47 bal, təcvid 27, vəqf və ibtida 15 bal. Müvəffəq olasınız. Muğamlardan 46,5 bal, təzviddən 27 bal, vəqf və ibtidadan 15 bal, ürəyimdən 100 bal. Öpürəm səni. Allah müvəffəq eləsin. Elvin Qurbanov 266 bal topladı. Allah müvəffəq eləsin, gözəl nəticədir. İnşallah finalda görüşənədək. Buyurun. Bugünə olan ikinci iştirakçımız, əziz qarimiz Ədalət Behbudov artıq qarilər kürsündədir. Tilavət edəcək, qiraət edəcək inşallah. Allah müvəffəq eləsin. Allah razı Necəsiniz? olsun. Sağ olun Oktay müəllim. Allah razı olsun. Allah Təşəkkür razı edirəm. olsun. Allah güc qüvvət versin inşallah. Hansı surədən oxuyacaqsınız? Məlumat verin. Səhifə 422, Əhzab surəsi 31-dən 35-ə inşallah. Hansı muğamlarda? Bəyat, Rast, Nihavənd, bir də Bəyat. Çox gözəl. Allah müvəffəq eləsin. Allah razı Ədalət. olsun. Buyurun. Təşəkkür.
أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. ومن يقنت منكن لله ورسوله وتعمل صالحا نؤتها أجرها مرتين وتعمل صالحا نؤتها أجرها مرتين وأعتدنا لها رزقا كريما. يا نساء النبي لستن كأحد من النساء إن اتقيتن فلا تخضعن بالقول فيطمع الذي في قلبه مرض وقلن قولا معروفا. وقرن في بيوتكن ولا تبرجن تبرج الجاهلية الأولى وأقمنا الصلاة وآتينا الزكاة وأطعنا الله ورسوله إنما يريد الله ليذهب عنكم الرجس أهل البيت ويطهركم تطهيرا. واذكرن ما يتلى في بيوتكن من آيات الله والحكمة
إن الله كان لطيفا خبيرا. إن المسلمين والمسلمات والمؤمنين والمؤمنات والقانتين والقانتات والقانتين والقانتات والصادقين والصادقات والصابرين والصابرات والصابرين والصابرات والخاشعين والخاشعات والمتصدقين والمتصدقات والصابرين والصابرات والخاشعين والخاشعات والمتصدقين والمتصدقات والمتصدقين والمتصدقات والصائمين والصائمات والحافظين والصائمين والصائمات والحافظين فروجهم والحافظات والحافظين فروجهم والحافظات والذاكرين الله كثيرا والذاكرات
والذاكرين الله كثيرا والذاكرات أعد الله لهم مغفرة وأجرا عظيما صدق الله العلي العظيم. Bəli, Ədalət Behbudovun tilavətini eşitdiyi Allah əcir versin, mükafatlandırsın inşallah. Allah razı olsun. Ustadlar buyurun, fikirlərinizi bildirin inşallah. Hacı Ustan Qasımov buyurun. Ədalət əzizimizi salamlayırıq. Allah salamat eləsin. Ədalət əzizimiz də bu müsabiqədə ilahi lütflərlə gəlib bu məqama qədər çatıb. Allah bundan sonrasını da inşallah davamlı eləsin. Allah səsizi uca eləsin. Amma Ədalət əzizimiz yəqin ki final həyəcanına düşüb. Ona görə bir neçə yerdə üzdən oxu problemləriniz oldu. Bir neçəsini düzəltdiniz, amma bir neçəsi də düzəldilmədi. O formada da qaldı. Və təbiidir ki, bugünün həyəcanı əvvəlki günlərin həyəcanından daha çox idi. Amma əslində bəzən həyəcan insana bir qüvvət də verməlidir, güc də verməlidir. Misal çəkirəm, məsələn bir meşədəsən, birdən vəhşi heyvan çıxdı sənin qarşıva. Ya həyəcandan sükut eləyəcəksən, təslim olacaqsan, ya da həyəcan insana bir enerji verir, o enerjidən istifadə eləyəcəksən. İnsan çətin anlarda tibb elmi bunu isbatlayır, Ədalət müəllim bunu, Ədalət əzizimiz bunu yadınızda saxlayın, deyir, tibb elmi deyir ki, əgər insan həyəcanlı olan vaxtında vücuda gələn enerjidən özü bilsə, o beton divarı yarıb oradan çıxmaq qabiliyyətinə malikdir. Amma bizdə nədənsə bu həyəcan üstünə, belə güc üstünə güc gətirmək əvəzinə biraz süstük. Bir şeyi də yadınızda saxlayın, bu sizin axırıncı müsabiqəniz deyil də, bu sizin ilk nailiyyətlərinizdir artıq. Bundan sonraki müsabiqələrdə, yəni bir səhvi eləyən kimi mənim şəxsən öz başıma gəlib dünya birinciliklərində oxuduğumuz tilavətlərdə, hansı ki o müsabiqələr bizim ibtidai təzə-təzə qədəm qoyduğumuz müsabiqələr idi. Yəni hər müsabiqədə biz yer tutmamışıq. Bir neçə il gedəndən sonra praktika yığdıqdan sonra təcrübə topladıqca orada Allah Teala nailiyyətlər nəsib elədi, şükürlər olsun. Məsələn, hansısa bir hərf gözündən qaçdı. Mən sizə dəqiq deyirəm ki, o hərf gözündən qaçan kimi ruh düşkünlüyü yaranır. Dərhal o ruh düşkünlüyü gəlir, amma onun ardıca başqa bir şeylər eləmək olar. Onu itirdiyin halı həmişə başqa bir yollarla geri qaytarmağa çalışmaq lazımdır. Məsələn, adi bir misal deyim sizə, İlkin müəllimin yadına gələr yəqin ki, dünya müsabiqələrində belə bir imtiyaz var idi, üstünlük balı deyən bir şey vardı. Məsələn, Bayat muğamından sonra adi qaydada rast, sahargah, səbah, Bayat, rast, sahargah, segah, nəhavənd, Hicaz, Səba, Bayat. Ardıcıllıq bu cür idi də. Amma birdən bir müsabiqədə 2 dənə qarinin balları əgər uyğun gələrdisə, hətta baxırdılar təcvid balına. Təcvid balları da bunların ikisi də bərabər gəlirlər. Bunlara yer verə bilmirlər, axı o fərqləndirməlidirlər. O zaman Bayat muğamından Səba məqamına kim keçid eləyibsə, ona 2 bal üstünlük balı verirdilər. Təbii ki, yarışlar hamısı fərqlidir də, yarışların özü də. İndi hal-hazırda məsələn biz dünya yarışının qaydalarıyla tuturuq da. Sözsüz, mən keçən illəri deyirəm, haradasa bir 10 il, 15 il bundan qabaqki üslubları deyirəm. Amma məsələn, hər halda insan təcviddə itirdiyini, xüsusilə də bu müsabiqədə avaza verilən bal daha çoxdur və daha şanslısınız siz. Yəni bizim dövrümüzdə, o dövrlərdə belə olmayıb. Təcvidə daha çox qiymət verilirdi. Avaza o qədər də, yəni avaz təcvidə nisbətən ruhiyyəsiz oxuyurdu günlər. Bəli.
Allah sizi müvəffəq eləsin. Bu sözləri deməkdə məqsədimiz budur ki, bir səhv o biri səhvi gətirməsin. Nəticə çıxardasan, onun içində bir ruh yüksəkliyini itirməyəsən. Yəni o möhkəmliyi qoruyub saxlayasan. Sizin bugünkü tilavətinizdə birinci səhvdən sonra dərhal səsin tembrinə təsir elədi. Əvvəli daha çox həyəcanla başladı. Hacı bilmirəm, diqqət elədinizsə yox. Həyəcandan boğuldu. Biz ədaləti heç bura qədər elə həyəcanlı görməmişdik daha doğrusu. Məsələn, o biri qiraətlərdə daha rahat idi. Daha rahat idi, nəinki indi, bəli. Maraqlıdır. Həyəcan niyə çox idi ədalət? Hər halda sən nicat tapmışlardansan inşallah. Bu yerə qədər gətirən Allaha şükürlər olsun. Şükürlər olsun Allaha. إنما يريد الله ليذهب عنكم الرجس أهل البيت. Kim oxuyur Seyid bunu? Allah qəlbəşi rəhmət eləsin. Allah qəlbəşi rəhmət eləsin. Salamlayıram əzqarımızı və doğrudan mən Ruslan müəllim dediklərinə razıyam. Doğrudan səhv eləyəndə itirmək lazım deyil. Amma hər halda özünüz demişkən nədir odur. Müvəffəqiyyət arzu edirəm. Ümidvaram ki, inşallah gələcək müsabiqələrdə daha müvəffəqiyyət nəsibiniz olacaq. Siz çalışqan insansınız, bəli, prinsipial bir adamsınız, o şeyi ki istəyirsiniz, onu əldə eləməyə çalışan adamsınız. Sizə müvəffəqiyyət arzu edirəm. Hər halda 1-2 qalibsiniz, sizə müvəffəqiyyət arzu edirəm inşallah. Deməli, bu yeri Seyid Əli müəllim seçib, ədalət, xəbəriniz olsun. Təbii ki, razılığımızla. Təbii ki, Seyidin təklifi oldu. Çünki burada İnnəmə yuridullah liyuzibə ankumur ricsə əhləl beyt, Əhl-i Beyt ayəsi adlanır Əhzab surəsinin 33-cü surəsinin sonu və Qəlvəşdə indi oxuduğum Qəlvəş rəhmətliyin çox gözəl şəkildə oxuduğu möhtəşəm bir qiraətdir. Orada xüsusilə Əhləl-Beyt sözündə Hacı Ruslan, yəni sanki təsdiq eləyir ki, Əhl-i-Beyt doğrudan da Allahın seçdiyi bir bəndələrdir. O yeri seçməkdə də məqsədimiz üçün keçən günlərimiz Qədirxun bayramına düşdüyünə görə istədim Əhl-i-Beyt ayələri olsun. Təbii ki, razılığımızla olur. Hər halda Allah kəlamı oxunub, Allah sizin müvəffəq eləsin. Allah müvəffəq eləsin ədalət əzimizi. Bəli. Ədalət, bəli, həyəcanla başladı qiraətin, təcvid səhvləri də oldu ədalətin. Bizim ustadlar, bu ilki yarışçılarımız o biri illərə nisbət çox da hazırlıqlı girməmişdilər yarışlara. Mən belə qiymətləndirirəm. İnşallah ümid edirəm ki, ədalət gələn yarışlarda daha hazırlıqlı girəcək. Bu formada siz yarışdınız, mücadilə elədiniz. Allah sizi qorusun, Allah elminizə, səsinizə bərəkət versin. Həm səsivin üzərində bundan sonra işləməli olacaqsan, həm təcvidin üzərində işləməli olacaqsan. Çünki harada çatışmazlıqlar var idi, sən onları gördün, sən onları duydun. Allah cümləmizi Qurandan və Əhl-i Beytdən ayrı salmasın inşallah. Amin, amin. Buyurun, ballarınızı təqdim edin zəhmət olmasa. Muğamlardan 36, təcviddən 17, vəqf ibtidadan 14. Allah müvəffəq eləsin. Əzqarimiz muğamlardan 36, təcvid 17, təbii ki, o üzdən oxu səhvlərinə görədir əsasən, vəqf və ibtida 14 bal. Müvəffəqiyyət arzu edirəm. Muğamlardan 36 bal, təcvid 17 bal, vəqf və ibtida 14 bal. Müvəffəqiyyət diləyirəm sizə. Ədalət Behbudov 201 bal topladı. Ədalət təbrik edirəm. Allah razı olsun. Ömrü və səs və bərəkət versin inşallah. Buyura bilərsən gözləmə otağına. Ustadlar,
hələlik sağollaşırıq. Əlbəttə finalda görüşəcəyik inşallah. Allah nəsib eləsin. Möhtəşəm bir final buraxılışımız olacaq. Mən son olaraq qeyd edim ki, Elvin Qurbanov 266 bal topladı. Ədalət Behbudov 201 bal. Siz də izləyicilər və ölkəmizin gözəl, əziz qariləri səslərinizi verə bilərsiniz iştirakçılara. Növbəti həftə, gələn həftə final proqramımız efirə gedəcək. Yarışmamızın sonudur, final mərhələsidir. İnşallah növbəti həftə görüşənədək evlərinizdən hər daim Quran sədası ucalsın. Allah ömrünüzə, səsinizə, nəfəsinizə bərəkət versin. Bizi izləyən Quran oxuyanlar, Quran əhli. İnşallah növbəti həftə görüşənədək sağ olun.